Mən Mövsümova Məhəbbət, 63-cü ildənəm. Məni narahat edən xəstəlik, mədəmdə elə bir yediyimi yeyə bilmirdim, ağırlıq hiss edirdim. Və oğlum məni apardı, zon tutturdu. Və orada müəyyən olundu ki, mənim qida borumda böyük bir həcmli qrıja var, mədəm də onun içinə elə bir daxil olub. Aslan doktoru müayinə olunduğum zond həkimi 3 dənə həkim adı dedi və bu həkimlərdən mən bir Aslan doktoru seçdim. Çox illik təcrübələrinə görə onu seçdim və ona müraciət elədim. Çox ağrılarım olurdu. Mədəmdə deməli qida borusunun yırtığı və mədəm girmişdi qida borusunun içinə. Ağır haldaydım. Əməliyyatdan əvvəl elə bir ağırlıq vardı. Nəfəs almam çətin idi. Yemək yeyə bilmirdim. Yemək yeyərkən nəfəsim kəsilirdi. Həkim hal-hazırda mədəmi yerinə qoydu. Mədəm keçmişdi içəri və əməliyyatım uğurla keçdi. Məhəbbət xanım, əməliyyatımızdan 14 gün keçdi. Bəli. Hal-hazırda özünüzü necə hiss edirsiniz? Əməliyyat necə keçdi? Yaxşı, təşəkkür edirəm həkimimizə. Əli yüngüldür. Razısınız əməliyyatdan? Bəli, çox yaxşı. Şikayətləriniz hamısı keçib getdi? Şikayətim keçib. Salamatçılıqdır, şükür Allaha. Aha, nə gözəl. Hal-hazırda öz ayağımla həkimin gəlmişəm ki, həkim müayinə eləsin. Çox gözəl. Təbrik edirəm sizi. Allah sizə şəfa versin. Görüşərik. Nə zaman istəsəz biz buradayıq. Görüşərik. Nə məsləhət almaq istəsəz soruşun. Oldu? Təşəkkür edirəm. Sağ olun. Biz təşəkkür edirik.